Salam dostlar, hamınızı salamlayıram Ovçu kanalından. Bizi izləyib bəyənənlərə də minnətdarıq. Mən bu videonu sizin orada şərhlər yazıblar, bəzilərinizin şərhləri haqqında yazmışam. Yəni onların suallarına cavab olaraq bu videonu yaratmaq fikrinə gəldim. Bu videoda mən tir tüfəngindən danışacağam. Ancaq tir tüfənginin burada xüsusiyyətlərindən danışmaq istəmirəm. Çünki bəzi videolarımız var, orada bunların nə qədər uzaq məsafəyə vurduğu, nə qədər güclü olduğu, ondan sonra bu tir tüfənglərinin binokl montajları, tir tüfənglərinə bu kəmərlərin montaj olunması, bağlanması haqqında böyük bir videolar var. Yəni onlar haqqında istəmirəm yenidən bir video çəkim. Yəni kim istəyərsə, yəni o video köhnə bizim videolara baxa bilər. Bu tüfəngin, bu Hudson Striker tir tüfəngidir. Bunun nə qədər güclü olmağını orada baxıb özləri nəzərə sala bilərlər. Çünki tir tüfənglərində bildiyimiz kimi burada remen bağlamaq üçün bunların yeri yoxdur. Ancaq mən burada bəzi videolarımız var ki, orada da qeyd eləmişəm. Necə bunlar tir tüfənglərinə belə tüfəng remeni alıb, montaj edib, bağlayıb, uzaq məsafələrə daşımaq olar. Burada bütün bu tüfənglər haqqında, tir tüfəngim haqqında böyük bir məlumat var. Bu videomda yalnız sizin suallarınıza cavab olaraq istədim ki, bu videonu çəkim. Siz orada qeyd eləmişsiniz ki, tir tüfəngləri ilə ov eləmək olarmı? Azərbaycanda yəni ova icazə verilirmi? Gedək tir tüfənglərlə biz də quş vuraq və yaxud dovşan vuraq və yaxud nəsə vuraq, heyvan vurmağa icazə varmı? İstədim bu videonu ona sizin o suallarınıza əsaslanaraq çəkdim, ona bir cavab olaraq çəkdim ki, sizin də bu haqda anlayışınız olsun. Gəlin birinci başlayaq. Hamımızın tir dediyi kimi tir, yəni bu tir nədir? Bu tir tüfəngdirmi? Əlbəttə ki, bu tir tüfəngdir və silah sayılır, silah növüdür. Yəni bunu hər kəs istədiyi kimi əlinə alıb şəhərin ortasında gəzə bilməz. Bundan fırlana bilməz. Bunun da bəzi qaydaları, bəzi qanunları var ki, inşallah indi bu videomuzda onları da sizə izah edəcəm. Bu tir tüfəng olaraq sənədsiz satılır. İstədiyiniz ovçu yerindən heç bir sənəd olmadan gedib pulunuzu verib tir tüfənginizi əldə edə bilərsiniz. 200 manatdan başlayır ta ki 1500, 2000, 2500-ə qədər bunların qiyməti var. Bu tüfənglərin qiyməti var. Tir tüfəngləri iki cürdür. Bunlar ortadan qatlanan tüfənglər var. Qatlanır və hava təzyiqi yığır özünə. Bağlayanda isə gülləni qoyub məsafəyə atırıq. Və ikinci növ tir tüfəngləri var ki, hansı ki onlar qaz balondan işləyir. Qaz balonları var alt hissələrində. Ora nasosla hava doldurursan, hava doldurur və müəyyən bir təzyiq yığdıqdan sonra onları güllə qoyub, güllə atırıq və onlar da hansısa bir məsafəyə tüfəngi əymədən içindəki qaz balonunun hava təzyiqinin nəticəsində gülləni hansısa bir məsafəyə ata bilir. Gəlin belə deyək də, bu tir silahdırmı? Yəni hamı ala bilirsə, sənədsiz ala bilirsə, bu bəzilərində bu silah sayılmır. Belə düşüncəli fikirləşirlər ki, bu tirdirsə, sənədsiz, zadsız əldə edə bilirsə, pulumuzu verib ala bilirsə, bu tir tüfəng deyil ki, bu tirdir. Əslində bu tir silah sayılır, bu havalı pnevmatik silah sayılır. Yəni bu silahla, bu qanunda da var, ovçuluq qanununun 9-cu bəndində göstərilir ki, havanın sıxılmış və qazın nəticəsində yaranan təzyiq nəticəsində güllənin bir istiqamətdən hədəfi orada zədələməyinə, yəni pnevmatik güllənin hədəfə dəyib zədələməyinə pnevmatik silah sayılır. Yəni mən orada indi dəqiqliyini açıqlamasından başa salamadım. İnşallah burada bu yazıda qeyd edəcəm. Orada görəcəksiniz ki, bu yazıda o açıqlamasından 9-cu bənddə necə qeyd olunub ki, bu tir tüfəngi həqiqətən də silah sayılır, özdə pnevmatik silah sayılır. Bu bizim ölkədə bu silahın ancaq 4.5 kalibrinə icazə var. O xarici ölkələrdə bu 5.5 var, 6.5 var və başqa kalibrlər var ki, bunların
kalibrlərinə icazə var. Bizim ölkədə yalnız 4.5-in satışına icazə var. Bildik ki, yəni bizim bu tir həqiqətən də silah sayılır. Bəs ov silahıdırmı? Bununla ova getmək olarmı? Ov eləmək olarmı? Bu ov silahı sayılır ya yox? Ovçuluq bəndinin orada 12-ci bəndində göstərilir ki, quşların, heyvanların ovlanmasında istifadə olunan silahlar orada qeyd olunur ki, odlu silahlar, yivli, yivsiz silahlar, ondan sonra bizim orada bu dediyimiz bu tir tüfəngi pnevmatik silahlardır, ondan sonra oxlar, soyuq silahlar, bunlar hamısı ov silahları sayılır. Yəni əlbəttə ki, bu da ov silahı kimi orada qeyd olunubdur. 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı, yəni fəaliyyəti, qabiliyyəti normal olan hər bir şəxs gedib ovçuluq bileti ala bilər və ovçuluqla məşğul ola bilər. Ovçuluqla məşğul olmaq üçün, yəni icra hakimiyyətinin, icra nümayəndələrinin təyin olunmuş ovçuluq təsərrüfatları var. Oralarda, yəni mən bildiyim qədər ov eləmək olar, ov icazələri var və bunun üçün siz lisenziya almalısınız. Ovun müddətində, həmin heyvanın ovlanmaq müddətində icazələr alınmalıdır, lisenziyalar alınmalıdır və ovçuluq təsərrüfatlarında ov edilməlidir. Ovçuluqla məşğul olmaq üçün, yəni ov icazəsi almaq üçün bunlar hamısı ödənişlidir, ödənişli prosedurdan keçir, yəni mərhələlərdən keçir ödəniş eləmək. Ovçu bileti alınmalıdır, ovçunun üzvlük bileti alınmalıdır. Ondan sonra lazımı heyvana, hansı heyvana gedirsinizsə, dəqiq o heyvan üçün lisenziya alınmalıdır Ekologiya Nazirliyindən və getdiyiniz yer bəlli olmalıdır. Və əsasən də həftə sonları verilir, həftə içilərinə lisenziya yoxdur. Həftə sonları lisenziyanı götürürsünüz və ovunuza gedirsiniz. Orada da hardasa 2 gün vaxt verilir, ödəniş olunandan sonra 2 gün altı bazara mən bilən lisenziya almaq olur ki, hansı istədiyiniz quş üçün və yaxud heyvan üçün lisenziyanı götürüb ova gedə bilərsiniz. Hər hansı bir ova getdikdə fərqi yoxdur, quşlar olsun və heyvanlar olsun, ovlanması, çöl heyvanlarının ovlanmasında, yəni qanun şəklində lisenziya almadan gedib ov etdikdə bu brakonyerlik sayılır. Ovçu biletiniz olmadıqda bunlar hamısı qanun qarşısında cavab verilməli, yəni əməllərdən biridir. Mən isə gəlim əsas məsələyə ki, bu tir tüfəngimizlə biz ov eləyə bilərik və ya yox. Bizdə qanunda göstərilir ki, ovçuluqla məşğul olan hər bir ovçu bileti olan şəxs ova gedərkən öz silahlarını yivli və yaxud yivsiz silahlarla ov eləyə bilər. Orada bir yer var ki, möhtərizənin içində yazılıb ki, qeyd olunub ki, yəni ova gedərkən silahlarla icazə verilmiş silahlar, möhtərizənin içində icazə verilmiş silahlarda, yəni orada qoyacağım o videoda o şəkili, inşallah siz ora baxarsınız qanunda orada necə qeyd olunub. Möhtərizənin içində yazılıb ki, icazə verilən silahlarda lakin odlu silah və soyuq silah qeyd olunub. Orada bizdə heç bir nə pnevmatik tüfənglərdən istifadə qeyd olunub, nə oxlardan qeyd olunub və yaxud başqa silahlardan qeyd olunmayıb. Beləliklə biz, yəni ortaya belə bir sual çıxır ki, bizim bu tir tüfəngi ilə ov eləmək olmazsa, biz bu tir tüfəngi nəyimizə lazımdır? Bu tir tüfəngi, yəni Azərbaycan üçün ov qanunlarına cavab vermədiyi üçün buna icazə yoxdur Azərbaycanda ov eləməyə. Xarici ölkələrdə əlbəttə ki, bu tüfənglərlə ov eləyirlər, yəni başqa məqsədlərlə də istifadə olunur. Ancaq Azərbaycanda yalnız odlu silaha və soyuq silaha ov üçün icazə verilib. Bu tir tüfənglərindən, yəni sportiv idman növlərində istifadə eləmək olar, məsafə atışlarında, ondan sonra yəni başqa bir ov olmasın, yəni idman növlərində istifadə eləmək olar. Lakin bizim bu hamımızın bildiyi, tir dediyi tir tüfənglərində bizim heç bir Azərbaycanda ova icazə yoxdur.
Yəni qanunda bizdə belə qeyd olunub. Hələ ki bizim videomuz bu qədər, çəkilişimiz bu qədər dostlar. Yəni çəkdiyim videodan da siz anladınız ki, orada qanunlarla göstərdim ki, Azərbaycanın ovçuluq qanunlarında, Cinayət Məcəlləsində, qanunlarda nələr olar, nələr olmaz. Bunlar haqqında sizə geniş bir məlumat verdim. Yəqin ki, bu sizin xeyrinizə olar. İnşallah bu haqqında böyük bir məlumatınız olar. Və hamının bildiyi kimi, yəni Azərbaycanda yoxdur, tir tüfəngi ilə ov eləməyə icazə. Yəni ola bilər xaricdə ov eləyə bilərsiniz. Məsəl üçün mən Gürcüstana getmişdim. Orada bizim tanışlar var, qohumlar var. Onların yanında məsəl üçün tir tüfəngi ilə ov eləmişəm. Yəni xarici ölkələrdə tir tüfəngi ilə ov eləməyə qadağa yoxdur. İnşallah ki, yəqin gələcəkdə də Azərbaycanda da bu məsələyə baxılar, bu ləğv olunar. Yəni kim istəyirsə gedib qanun şəklində ovçuluq bileti alar, lisenziyasını alar, ov eləmək üçün lazım olan heyvana və istədiyi tir tüfəngi ilə gedib alabaxta ovunda, ördək ovunda, yəni quş ovlarında, dovşan ovunda istifadə edə bilər. Hələlik mənim videom bu qədər. İndi kimin nə sualı olarsa, inşallah çalışaram onu da bacardığım qədər cavab verib. Hər həftə sonları yeni bir videolar hazırlayayım ki, siz də baxıb, yəni maarifləndirmək kimi olsun. Bir miqdar nədənsə anlayışınız olsun. Çalışıram ki, sizin də ürəyinizcə olan videolar çəkim. Hələlik bu qədər dostlar, sağ olun. Gələn görüşlərdə, gələn videolarda yenə görüşmək ümidi ilə sizdən ayrılıram.